Bismillah. 2026-cı ildə bu bürclər üçün var dövlət, bolluq və firavanlıq dövrü başlayır. Ulduzların mövqeyinə görə bu il xüsusilə maddi yüksəliş, şans və uğur gətirən bir dövr olacaq. Şir, 2026 sənin ilindir. Pul axını güclənir, gözlənilməz gəlirlər, iri qazanc və status artımı görünür. Biznes, miras və ya böyük qazanc, uğurlu investisiya. Pul səni tapacaq. Buğa, stabillik və zənginlik. Uzun zamandır çəkdiyin zəhmətin bəhrəsini alırsan. Ev, torpaq, əmlak. Sabit gəlir, rahat həyat tərzi. Pul sənin üçün qalıcı olacaq. Əqrəb, gizli şanslar açılır. Pul sənə gözləmədiyin yerdən gələcək. Borclar bağlanır, böyük razılaşmalar, güclü maddi dönüş. 2026 sənin maliyyə sırayış ilindir. Dolca, uğur sənin tərəfindədir. Yeniliklər, texnologiya, internet və ideyalar pul gətirəcək. Yeni iş, onlayn qazanc, şanslı təsadüflər. Pul sənin ideyalarından doğacaq. Ox atan, böyük fürsətlər, səyahət, xaric ilə bağlı işlər və genişlənmə uğur gətirir. Gəlir artımı, şanslı müqavilələr, maddi rahatlıq, risk edən qazanacaq. Ən çox şanslı 3 bürc 2026. Şir, buğa, əqrəb.